1945-ci il, İkinci Dünya müharibəsinin sonları. Bir qrup Sovet məktəblisi ABŞ-ın Moskvadakı səfirinə dostluq əlaməti olaraq nəhəng, taxtadan oyulmuş böyük möhür hədiyyə edir. Səfir bu ustalıqla hazırlanmış sənət əsərinə vurulur və onu şəxsi iş otağının ən baş küncündən asır. Amma bilmədiyi bir şey var. O öz əli ilə Amerikanın ən məxfi sirlərini dinləyəcək bir casusu otağına yerləşdirib. Möhrün içində dinləmə cihazı gizlədilmişdi. Məşhur Sovet ixtiraçısı Lev Termen tərəfindən yaradılan bu cihaz qüsursuz idi. İçində nə bateriya var idi, nə də naqil. O, kənardan xüsusi radio dalğası göndərilməyənə qədər tamamilə səssiz, ölü vəziyyətdə qalırdı. Məhz buna görə də o dövrün heç bir detektoru onu tapa bilmirdi. ABŞ-ın ən məxfi danışıqları düz 7 il boyunca Sovet kəşfiyyatına ötürüldü. Cihaz 1952-ci ildə ingilislər tərəfindən təsadüfən tapılanda Amerikalılar şokda idi. Ən maraqlısı isə odur ki, 70 il əvvəlki bu bateriyasız texnologiya bu gün marketdə kontaktsız kartla ödəniş edərkən istifadə etdiyimiz texnologiyanın ilk əcdadı hesab olunur.